Bir dövlətin gücü ordusuyla yox, hansı dildə danışdığı ilə bilinir. Çox dil bilmək bəzən azadlıq deyil, bəzən bu, keçmişin susmayan səsidir. Roma imperiyası dağıldı, Latın xalqı yox oldu. Amma Latın dili yaşadı. Çünki dil ölərsə, tarix də ölər. Diplomatiyada dil, alət yoxsa mövqedir. Dil bilmək əlbəttə ki, üstünlükdür. Dilini seçmək isə suverenlikdir. Diplomatiyada 6 beynəlxalq dil var. Rus dili və İngilis dili beynəlxalq dillərdir. Lakin Rusiya ilə Amerika görüşəndə niyə bu beynəlxalq dillərdən birində danışmırlar? Çünki mövqe məsələsi var, üstünlük məsələsi var. Birləşmiş Millətlər Təşkilatı və oxşar qurumlarda yalnız 6 rəsmi dildən biri istifadə olunur. Amma bu məcburi deyil, hətta öz dilində danışmaq da mümkündür. Amma şəxsi vəsait hesabına və praktikada bu nadirdir. Beynəlxalq təşkilatlarda dil qaydadır. Dövlətlərarası münasibətlərdə isə dil mövqedir.